Bu da Məcid dayımın 2 mərtəbəli evidir. Padvalı. Belə ətraf hamısı şam. Çox belə bir tər qalıb. Buradan keçirəm. Amma armudlar durur. Bax görürsünüz. Narahat olma. Keçə bilmirəm. Çox belə dolaşıqlıqdır. Şimdi kimi pis çəkdim, yaxşı çəkdim, Allah bilir. Bu da Cəbrayilin evidir. Cəbrayil kişinin evi. Baba bu Cəbrayil kişinin evidir. Yaxşı yadımdadır. Cəbrayil kişi burada yaşayıb. Diqqətlə fikir verin. Keçim o yandan da Əzət xalanın evini çəkim.